Hər vaxtınız xeyir olsun. Kanala abunə olmağı unutmayın. Sual 11-ci siniflərə 2025-ci ildə 1-ci zona buraxış imtahanında salınıb və həlli tələb olunan sualdır. Burada deyir ki, bu deməli funksiyaların qrafikləri koordinat başlanğıcına nəzərən simmetrikdir. O zaman AB + CD məsafəsini tap. Həlli biraz uzun olacaq. Koordinat başlanğıcına nəzərən simmetrikdirsə, o zaman belə çıxır ki, koordinatların işarələri əksinə dəyişir. Yəni burada -4-dürsə, bura -4 yazılacaq. Burada 3-dürsə, aşağı da -3 yazılar. Bax, bura -3 yazılar. Daha sonra biz deməli burada AB məsafəsini necə tapacağıq? İki nöqtə arasındakı məsafəni tapmaq üçün düsturumuz var, düzdürmü? AB məsafəsi bərabərdir. Kökün altında uyğun koordinatlar bir-birindən çıxacaq. Yəni 4-dən -4-ü çıxırıq. 4 çıx -4-ün kvadratı üstə gəl 3-dən də -3-ü çıxırıq və bunu hesablasaq olacaq düzgün cavab 10. AB oldu 10. Yaxşı, CD-ni necə tapaq? CD məsafəsini tapmaq üçün biz əvvəlcə C-nin və D-nin deməli koordinatlarını bilməliyik. C-nin koordinatını tapmaq üçün baxın, qrafik o y oxunu kəsibsə, x burada nədir? 0-dır. Gəlin burada x-a 0 qiymətini verək. X-a 0 qiymətini verəndə bunu hesablasaq 7 alınacaq. Yəni fx-in qiyməti 7 olacaq. Belə çıxır ki, bu 7-ymiş. Simmetriya sözünə görə də belə çıxır ki, D-nin koordinatı -7-ymiş. İndi CD məsafəsini tapanda 7-dən -7 çıxacaq. Olacaq 14 və bunların cəmi bizdən tələb olunur. Onun üstünə 14 olacaq 24.